Kinkan meyvəsi subtropik meyvədir və subtropik iqlim olan bütün ölkələrdə yetişdirilir və demək olar ki, subtropik meyvələrin ən kiçiyi olsa da ən faydalılardan hesab olunur və bir çox meyvələrdən fərqli olaraq qabığı ilə birlikdə yeyilir və xüsusilə də payız mövsümündə daha bol olur ki, ona görə bu meyvələrdən öz mövsümündə istifadə etmək onun faydalarından daha çox yararlanmağa gətirib çıxarır. Və xüsusilə də liflərlə zəngin olması onu mədə-bağırsaq sistemində, həzm sistemində daha faydalı edir. Eləcə də 100 qram kinkanın lifi portağaldan daha çoxdur və bu da həzm sistemini yaxşılaşdırmaqla yanaşı, eyni zamanda daha uzun müddət tox tutmağa kömək edir. Eləcə də uzun müddət kinkan mütəmadi olaraq qəbul edən insanlarda qan dövranı yaxşılaşır, xüsusilə də dərinin elastikliyi artır və bioloji qocalmanın da qarşısını alır. Şərqdə kinkanın faydaları çox yüksək qiymətləndirilir. Onu dahilərin qidası adlandırırlar. Çünki bu meyvə beynin fəaliyyətinə müsbət təsir edir. Ənənəvi Çin təbabətində kinkan öskürəyə, boğaz ağrısına, həzm problemlərinə qarşı istifadə olunur. Onu bal ilə qarışdırıb yedikdə və ya mürəbbə formasında qəbul etdikdə boğazı yumşaldır. Meyvənin toxumları da faydalıdır. Çünki toxumlarında antibakterial maddələr var. Amma çox yemək məsləhət deyil. Kinkan arıqlama dövründə də ideal meyvə hesab olunur. Kalorisi aşağı olduğuna görə, glisemik indeksi aşağı olduğuna görə arıqlamağa da kömək edir. Ancaq nəzərə almaq lazımdır ki, hər hansı bir meyvə tək şəkildə arıqlamağa və yaxud da kökəlməyə təsir edə bilməz. Sadəcə olaraq onu düzgün vaxtda, düzgün istifadə etmək lazımdır. Bir çox hallarda ağır həzm olan qidalarla birlikdə kinkanı qəbul etdikdə tərkibindəki C vitamini yağların daha tez yanmasına gətirib çıxardır. Eləcə də mütəmadi olaraq kinkan qəbul etdikdə orqanizmdə yığılıb qalmış yağların da yanmasına kömək etdiyinə görə bəzən də onu arıqladıcı meyvə və yaxud da pəhriz meyvəsi olaraq da hesab edirlər. Buna görə hər insan öz ovucunu keçməyəcək şəkildə kinkan qəbul edə bilər. Bu da 4-5 kinkan edə bilir. C vitamini, qan durulaşdırıcı xüsusiyyəti olduğuna görə təzyiq dərmanı istifadə edənlər kinkanı dərmandan 40 dəqiqə əvvəl və yaxud da 40 dəqiqə sonra qəbul etməsinə diqqət etmələr vacib məqamlardan biridir. Eyni zamanda da ac qarına qəbul etmək bəzən mədə turşuluğunun artmasına gətirib çıxara bilər. Az yaşlılarda da allergiyaya meyillilik varsa 3 yaşına qədər uşaqlara kinkanın verilməsi tövsiyə olunmur.